Uşaqlar və yeniyetmələr üçün yeni regional strategiya qəbul edildi. Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF Avropa və Mərkəzi Asiya regionunda uşaq və yeniyetmələrin sağlamlığının qorunmasına yönəlmiş 2026-2030-cu illəri əhatə edən yeni strategiyanı təqdim edib. Sağlam həyata sağlam başlanğıc adlı sənəd regionun 53 üzv dövləti tərəfindən yekdiliklə qəbul olunub. Strategiyada uşaqların fiziki və psixi sağlamlığının yaxşılaşdırılması, peyvəndlənmə səviyyəsinin artırılması, piyələnmə ilə mübarizə, sağlam qidalanma vərdişlərinin formalaşdırılması və rəqəmsal mühitdə təhlükəsizliyin gücləndirilməsi əsas prioritetlər kimi göstərilir. Sənədin hazırlanmasına yeniyetmələrin də cəlb edildiyi bildirilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə regionda hər 4 uşaqdan biri psixi sağlamlıq problemləri ilə üzləşir. İbtidai sinif şagirdlərinin təxminən 3də biri artıq çəki və ya piyələnmədən əziyyət çəkir. Mütəxəssislər hesab edir ki, COVID-19 pandemiyasından sonra yaranan problemlər bu sahədə yeni və koordinasiyalı tədbirləri zəruri edib. Strategiya çərçivəsində ölkələrdə əldə olunan nəticələrin açıq regional platforma vasitəsilə izlənməsi və qiymətləndirilməsi də nəzərdə tutulur.